Yekaterinburqun Kirov rayon məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mütvəlli Şıxlinski barəsində növbəti hökmü elan edib. Ata və oğul hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə təqsirli bilinərək uzun müddətli həbs cəzalarına məhkum ediliblər. Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə Şahin Şıxlinskiyə 9 il ciddi rejimlə, oğlu Mütvəlli Şıxlinskiyə isə 8 il ümumi rejimli koloniya cəzası kəsilib. Zabitə xəsarət yetirilməsi zamanı istifadə olunan Mercedes-Benz avtomobili isə dövlət nəfinə müsadirə olunub. Martın əvvəlində Şahin Şıxlinski qəsdən adam öldürmədə və adam öldürməyə cəhd ittihamı ilə artıq 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. Yeni hökm əvvəlki cəza ilə qismən toplandığı üçün Şahin Şıxlinskinin ümumi cəzası 24 ilə çatdırılıb. Məhkəmənin qərarına əsasən Şahin Şıxlinski cəzasının ilk 4 ilini qapalı tipli həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkəcək.